Bu çox sevdiyimiz, dəyər verdiyimiz həkimimiz, tibb üzrə fəlsəfə doktoru, parazitoloq, laboratoriya mütəxəssisi, həmçinin qidalanma üzrə mütəxəssis Turan Axundovadır. Xoş gəlmisiniz Turan xanım. Xoş gördük Günay xanım. Bugün də çox gözəl bir gündür. Həm həftənin ilk günüdür, həm Uşaqlar Günü münasibəti ilə 2 qat bizim üçün bayram oldu və həqiqətən də uşaqlarla birlikdə bu studiya daha da şənlənəcəkdir. Yaxın saatlarda izləsinlər inşallah. Mən də belə düşünürəm və tamaşaçılarımızın belə deyim ən çox soruşduğu nömrələrdən biridir Turan xanımın nömrəsi. Çünki elə bizim balalarımızın bir çox problemlərini həll edən həkimimizdir. Uşaqlarda boy və çəki problemi, dəri problemləri, saç tökülməsi, ən əsası qurd invaziyaları, qurd problemləri ilə də bağlı, mədə-bağırsaq problemləri ilə də bağlı müraciət edə biləcəyiniz bir həkim Turan Axundova 050 273 90 16 və onunla əlaqə saxlaya bilərsiniz. 20 illik bir iş təcrübəsi var həkimimizin və bu müddət ərzində ona uşaqkən müraciət edən ailələr hal-hazırda öz balalarını sizin üçün müayinələrə gətirirlər və mən vaxt itirmədən elə istəyirəm bizim gözəl balalarımız Zəhra və Səma studiyamıza gəlsinlər. Gəlin gözəllərim, gəlin yaxınlaşın bura. Bayramınız mübarək, bütün balaların bayramı mübarək. Gəlin, yavaş-yavaş gəlin bura. Burada sizin üçün hədiyyələr də hazırlayıb Günay xala ilə Turan xala. Sizə qəşəng hədiyyələr təbrik edirəm. Maç eləyim. Sən Zəhra. Gəl, bu sənin. Gəl sənin. Oy, nə şirindilər bunlar, belə baldılar. Gəlin, yaxınlaşaq bura. Sənin adın nədir? Zəhra. Zəhra, sənin? Zaman. Zaman. Sənin neçə yaşın var Zəhra? Neçə yaşın var, bilmirsən? Barmağınla bilirsən, göstərə bilirsən, barmağınla göstər. Yadına sal. 6. 6, ay maşallah. Bəs sənin gözəlim? Mənim 4. 4. 4 yaşıdır. Deməli bu 5 çaşıb, 5-dir. Gəlin bura, gəlin belə baxaq oradan kamerada, bax. Kameradan bizi çəkirlər. Bir əl eləyək ora, əl eləyək. Əl eləyək. Bayramınız mübarək gözəllərim və Turan xanım. Mən istəyirəm ki, bax bu bacılar haqqında danışaq. Zəhmət olmasa istəyirsiniz əyləşin, rahat olsun sizə. Balalarımız burada rahatdılar, oynayırlar. Deməli, uşaqlarımız... Bugün onların günüdür. Qoy nə istəyirlər eləsinlər. Studiyamız sizindir. Uşaqlarımız bir neçə ay bundan qabaq mənə müraciət etmişdilər. Qaşınma ilə bağlı, allergiya ilə bağlı müraciət etmişdilər. Lakin dəri göbələyi aşkar olundu və qurd invaziyası aşkar olunmuşdu. Təbii ki, müalicəmizi biz immun sistemin qaldırılması ilə bağlı apardıq. Onların gələcəkdə vitamin D azlığından əziyyət çəkməsin deyə, osteoporozdan əziyyət çəkməsin deyə, immun zəifiyyətindən əziyyət çəkməsin deyə bir neçə tövsiyələrimizi etdik və xüsusi ilə uşaqlarla biz psixoloji söhbətlər edirik, sevə-sevə söhbətlər edirik ki, biz qidalarımızı necə yeməliyik, hansı qidaları sevməliyik. İnanın ki, o uşaqlar bizlə söhbətlərdən sonra və dəfələrlə biz telefonlarla danışmışıq valideynlə. Ondan sonra qidalanmalarına fikir verdilər və immun sistemlərinin düzəlməyi üçün, gələcək inkişafları üçün, özlərinin gözəl formalı bir qadın kimi inkişafları üçün bugündən biz o müalicə taktikalarımızı təyin etdik və onlar da əməl edərək belə bir gözəl, qaşınmasız, allergiyasız həyata qovuşdular. Özə mən bildiyim qədərilə uşaqlara bu göbələk geyimdən keçmişdi. Bax ona görə əziz valideynlər, yeni geyimləri alarkən mütləq onları yuyub, yaxşı-yaxşı yuyub ütləmək lazımdır ki, belə problemlərlə üz-üzə qalmayasınız. Amma belə problem varsa da Turan xanım sizin köməyinizə çatacaq. Bir çox problemlərlə bağlı, dəridə olan, saçda olan problemlərlə də bağlı Turan xanıma müraciət edə bilərsiniz və bu bacıların hər ikisində bu problem yaranmışdır. Təbii ki, biri müraciət etsə də bir neçəsinə baxırıq və ailə üzvlərinə də nəzarət edirik ki, hər hansı bir yoluxucu bir dəri xəstəliyi və yaxud qurd invaziyası varsa, bütün hər biri ailə üzvləri daxilində də həll olunsun, yoxa çıxsın. Allah qorusun bütün balaları. Balalarımızın əllərindəkilər ağırdır. Mən istəmirəm onları çox saxlayım. Gəlin sizlə sağollaşaq. Siz də uşaqları təbrik eləmək istəyirsiniz? Bəli. Təbrik eləyək. Gəlin bərabər təbrik eləyək. Nə demək istəyirsiniz? Gəlin bərabər təbrik eləyək. Deyin, uşaqlar, təbrik edirik sizi. Gəbələ. Aha. De görək. Yaxşı, sən təbrik elə. Deyin, təbrik edirəm. Təbrik edirəm. Gəbələ, ora bax. Elə denən təbrik eləyirəm hamınızı. Təbrik edirəm hamınızı. Biz də sizi təbrik eləyirik. Gözəl balalar, hədiyyələrinizi də götürün, qaçın valideynlərinizin yanına. İndi birazdan bizim digər balalarımız da gələcək və bizim Turan xanım çox önəmli bir mövzudan danışdı. Qida seçiciliyi, hansı ki doğrudan da bir çox uşaqların problemləri yaranır bu baxımdan. Hansı ki elə onunla bağlı da bir video çarxımız var. Gəlin bərabər izləyək, dərhal sonra bayram efirimiz davam edəcək.
Hal-hazırda Sağlam Gün Ay canlı davam edir. Turan Axundova bizlə bərabərdir. Həm qidalanma üzrə mütəxəssisdir, həm parazitoloqdur, həmçinin də laboratoriya üzrə mütəxəssisdir. Elə qidalanma ilə bağlı valideynlər bu bayram günündə çox sayda suallar yazırlar. Çoxunun da yazdığı nədir? Məsələn, valideynlərdən biri yazır ki, uşağım tərəvəz yemir, nə etməliyəm? Digəri yazır ki, yalnız kartof və makaron yemək istəyir. Yəni biz bu valideynlərə necə dəstək ola bilərik ki, onlar övladlarını bu qida seçiciliyini normallaşdırsınlar. Yəni doğru qidaları seçsinlər övladları. Bəli, uşaqlar əsasən də uşaq yaşlarında seçici bir qidalara üstünlük verirlər və bu zamanda valideynlər məcbur olaraqdan onların sevdiyi şəkildə qidaları tətbiq edirlər ki, qidalanmalarında, çünki yemirlər. Digər qidaları yemədikləri üçün də müəyyən bir vitamin defisitlərinə rast gəlirik, immun zəifliklərə rast gələ bilirik. Çünki bildiyimiz kimi 10 yaşa qədər uşaqlar əsasən də bitkisel mənşəli qidalardan çox istifadə etməlidirlər və bu bitkisel qidaları bəzi uşaqlar tamamilə rasiondan çıxartdıqları üçün biz onları sevdirən şəkildə təqdim etməliyik. Aha, necə? Yəni psixoloji olaraq yanaşmamız fərqli olmalıdır. İlk növbədə gördüyünüz kimi uşaqlarla biz sevərəkdən bizi sevdiririk onlara və tətbiq edəndə onları sevdirərəkdən qidalanmaları tətbiq edirik ki, hansı qidaları sevdiyiniz qidalarla qarışdıraraq yeməlisiniz və bu zaman təbii ki, həm sevdikləri qida olur və həm də içərisində vitaminlərlə, minerallarla zəngin qidalarla, zəngin olmuş qidalarla rast gəlirlər. Belə ki, uşaqların hər biri xoşladığı bir qidanı qarışıq şəkildə istifadə etmələri, tərəvəz və meyvələrin qarışığından, sonra ət məhsullarının tərəvəzlərlə qarışığından istifadəsi daha önəmlidir ki, bunları qarışdıraraqdan istifadə edilməlidir. Və bunu da sevdikləri şəklə salaraqdan istifadə edilməlidir və psixoloji olaraq uşaqlar bir ağ kağız olduqları üçün onlara sevərək və sevdirərəkdən bu qidaları aşılamaq daha məqsədə uyğundur və biz bu yöndən birinci növbədə müalicə taktikalarımızı aparırıq. Çünki uşaqlar birinci sevməlidirlər nəyisə ki, ora yaxınlaşsınlar və ürəklərini açsınlar və gülümsəsinlər. Və bunun üçün biz bu taktikalarımızı psixoloji olaraq yanaşırıq. Valideynlər də bu yöndən təlimatlar keçirik və çalışdığımız qədər qidalanma rasionlarında bol-bol zəngin mineral və vitaminlərdən istifadə edirik. Çünki düzgün olmayan qidalardan daha çox istifadə edən bizim balalarımızın gələcəkdə bir çox problemlərlə, fəsadlarla qarşılaşma ehtimalı daha çoxdur. Ehtimalı var deyərkən biz hal-hazırda qarşılaşırıq. Baxın, 99% uşaqlarda osteoporoz əlamətləri, vitamin D defisiti əlamətləri hal-hazırda var. Anemiyalar demək olar ki, 80% uşaqlarda rast gəlinir ki, və bunların heç biri qaçınılmazdır ki, mədə-bağırsaq sistemindən qaynaqlanır. Baxın, mədə-bağırsaq sisteminin bir neçə orqanlardan ibarətdir ki, hər bir qanyararıcı orqanımız da elə mədə-bağırsaq sistemində yerləşir və bu zamanda orqanizmdə baş verən hər hansı bir fəsad, orqanizmə düşmüş hər hansı bir parazitlər və yaxud qurd invaziyaları hər biri də bu sistemin zəifləməsini gətirib çıxarır. Və bizim təbii ki, immun sistemi zəifliyi gələcəkdə D vitaminoz, ondan sonra gələn osteoporozlara səbəb ola bilir, immun defisitləri müxtəlif virus infeksiyalarının qaynaqlanmasına səbəb ola bilir. Biz bunların qarşısını almaq üçün, saç tökülməsinin qarşısını almaq üçün və zehni inkişafımızın üstünlüyü üçün mütləq uşaq yaşlarından qidalanmanı tətbiq etməliyik. Yaxşı qidalanmanı və doğru qidalanmanı. Və qısa olaraq bir sual da verəcəm sizə. Valideynlər bizə yazırlar ki, övladlarımız iştahsızdır. Bax, bu iştahsızlıq qurd xəstəliyinin əlaməti ola bilərmi? Düzgün bir sualdır. Təbii ki, bir mənalı iştahsızlıq varsa mədə-bağırsaq sistemi problemi və orada yaşayan qurd invaziyaları araşdırılmalıdır. Bu bir mənalıdır. Anemiyalar araşdırılmalıdır. Həzm sistemi prosesindəki pozğunluqlar araşdırılmalıdır. Qurd invaziyaları ola bilsin ki, bir dəfə çıxmasın və yaxud dəfələrlə yoxlamaq ehtimalında qalaq. Amma lakin olduqca diqqətimizi çəkdikcə və müayinələrdə çıxdıqca müalicənin effektini təbii ki, valideynlər daha yaxşı bilirlər. Studiyamıza balalarımız gəlməkdədir. Hamısı da Turan xanımın müalicə etdiyi, müxtəlif diaqnozlarla bağlı yardım etdiyi balalardır. Hər bir balamız üçün hədiyyələrimiz var burada. Balam deməli, xoş gəldiniz, xoş gəldiniz. Təbrik edirəm. Birinci hədiyyələrinizi verin. Xoş gəldin, gəl yaxına. Gəl görüm, ay şirinim. Oy, oy, oy şirin. Sənin adın nədir? İbrahim Fərid. İbrahimov Fərid, düz dedin. Sən bəs?
İbrahimova Nilay. Nilay, bacı qardaşdılar. Turan xanım, bunlarda hansı diaqnozu idi və necə yardım etdiniz balalarınıza gələn? Dəri allergiyası var idi, yaralar, səpkilər və qurd invaziyamız var idi və deməli Fərid balamız iştahsız idi. Yemək yeməkdə çətinlik çəkirdi. Görünür elə, görünür balaca. Amma indi bir neçə aydan sonra mən onları görəndə demək olar tanımadım, rəngləri düzəlmişdi, çəki artımı olmuşdu və boy uzanması olmuşdu. Maşallah. Və demək olar ki, biz hər ay danışırıq bunlarla, telefonlarla əlaqə saxlayırıq, qidalanmalardan fikir verirlər. Əsasən özləri bilir nələrdən daha çox istifadə etməlidirlər ki, böyüyəndə daha gözəl, daha yaraşıqlı insanların şəxsiyyətə çevrilsinlər. İnşallah. Bax, siz sağ olun ki, bu cür balalarımıza dəstək olursunuz. Çox gəlir bizə geri dönüşlər ki, Turan xanımın qəbuluna getdi, elə dediyiniz kimi var, övladımıza yardım etdi. Boyu ilə problem var idi, çəkisi ilə problem var idi, qurd invaziyaları, dəri problemləri, saç tökülməsi ilə bağlı problem yaşayan balalarımız da rahat şəkildə müraciət edə bilərlər. Turan xanım, bir də bu immunitet sisteminin zəifliyindən şikayət edən valideynlər var. Deyirlər, balalarımız ilin 12 ayı xəstədirlər. Turan xanımdan məsləhətlər istəyirik. Hansı məsləhətləri verə bilərik onlara? Deməli, elə bu balalarımız da hansı ki, illərdə hər ay demək olar boğaz infeksiyalarından, viruslu infeksiyalardan əziyyət çəkirdilər və antibiotiksiz də müalicə etmirdi valideyn. Və təbii ki, bizim bir aylıq müalicədən sonra demək olar mən valideynə dedim ki, hər zaman mənlə gecə-gündüz əlaqə saxlaya bilərsiniz, lakin antibiotika terapiya etməyək. İnanırsınız ki, Fərid balamız hal-hazırda 1 ilə yaxındır ki, antibiotik istifadəsini tamamilə dayandırmışıq və qrip viruslarına tutularıqsa, boğaz respirator infeksiyaları tutularıqsa da yüngül bir sadə müalicələr taktikamızla və evdə təbii metodlarla, müalicələrlə tamamilə effekt olaraq qurtarırıq. İndi necəsən, ay Fərid? Yaxşıyam. Özünü yaxşı hiss eləyirsən? Hə. Bəs sən, Nilay? Mən də yaxşı istəyirəm. Turan xanıma nə demək istəyərsən? Bax, səni müalicə elədi də, nə deyərsən ona? Deyərəm ki, o mənim canım həkim. Ay Allah, mənim can. Allah qorusun bütün balaları. Doğrudan da ən gözəl gülüş məhz onların gülüşüdür. Allah balalarımızın üzünə, gözünə hər zaman o gülüşü yazsın. Hər zaman həm gözləri, həm qəlbləri gülsün. Bir də bayaq gələn həkimlərimizin hamısını mən təbrik edirəm bayram münasibətilə. Deyirəm, elə insanlar var ki, onlar heç nəyə baxmayaraq ürəklərini uşaq kimi saxlayırlar. Bax, onları da təbrik edirik bayram münasibətilə. Əziz balalarım, təbrik edirəm sizi. Sizi yola salıram çünki yeni uşaqlar da gələcəklər. Salam söyləyin evdə bizdən hamıya. Yaxşı? Sağ olun. Öpürəm sizi. Sağ olun. Görüşərik balalar, sağ olun. Görüşərik, amma biz sağollaşmırıq. Çünki Turan xanım buradadır və Turan xanım valideynlərin yazdıqlarından oxumaq istəyirəm. Bayram günü olsa da sağlamlığı unutmuruq və bax, daha bir bizim meyvə yeməyən bir balamızın anası yazır. Çox da haqlı sual verir ki, balam meyvə yemir, mən indi nə etməliyəm? Uşağa hər hansı bir vitamin məlhəmi, belə deyim, siropu verməliyəmmi, yoxsa yox? Mən deyərdim ki, heç bir məlhəm və siroplardan istifadə etməyin. Həmin hansı meyvələr ki, yeyilmir və yaxud da rasionda yoxdur, onu meyvə şirəsi şəklinə salaraq və tez bir zamanda 10 dəqiqə ərzində çəkilmiş meyvə şirələri içilməlidir. Çalışın, kiçik bir hər cür avadanlıqlar hal-hazırda bu saat mətbəxlərimizdə var. Xüsusi şirə çəkənlər. Bəli, şirə çəkənlər, balaca blenderlər var, kiçik şəkildə bir dəfəlik, çox nəfərlik. Bunlardan istifadə edərək bir dəfəlik meyvə şirələri çəkərəkdən uşaqlarınızı qidalandırın. İnanın ki, bir ay ərzində hər gün bir stəkan, yəni 150 milliqram deyim, millilitrlə olan, yarım stəkandan çox olan meyvə şirəsi ayın sonunda sizə gözəl bir depo şəklində geri dönüşəcəkdir, orqanizmdə olan nəticələri ilə. Sınasınlar. Bəli. Sınasınlar və bizə yazsınlar və yaxud da bizə yazmırsınız, Turan xanıma yazın. Çünki bilirsiniz ki, Turan xanım bir neçə sahəni özündə birləşdirən bir həkimimizdir və problemlərə kompleks yanaşan bir həkimimizdir. Tibb üzrə fəlsəfə doktoru, parazitoloq, laboratoriya mütəxəssisi və qidalanma üzrə mütəxəssis olaraq bir çox problemlərdə, infeksiyalarda, parazitlərdə, göbələklərdə, bakterial infeksiyalarda, gastroenteroloji problemlərdə, uşaqlarda boy və çəkinin geri qalmasında, mədə-bağırsaq problemi, narahatlıq, köp, qurd invaziyaları, ləmbliozla bağlı da ona çox rahat şəkildə müraciət edə bilərsiniz. Çünki mən bilirəm ki, sizin məhz müdafiə etdiyiniz mövzuda elmi işiniz ləmbliyə ilə bağlıdır. Bağırsaq flora
florasının pozulması ilə bağlı, immun zəiflik yaşayan bizim balalarımız, həm də böyüklərimiz, allergik xəstəliklərdən əziyyət çəkənlər, saç tökülməsindən əziyyət çəkənlər çox rahat şəkildə müraciət edə bilərlər. Ötən dəfə Bərdədən bir izləyicimiz sizin yanınıza gəlmişdi və orada da uşaqda 4 yaşında uşaq idi, səhv etmirəmsə, saç tökülməsi yaranmışdı. Söylədi ki, belə bir nahiyədə alopesiya kimi tökülmə yaranmışdı. Tam tökülmə deyildi, amma artıq tam tökülməyə doğru gedirdi və söyləyir ki, artıq o nahiyədə yeni tükülər çıxmağa başlayıb. Sizə təşəkkürləri çatdırmağı mənə söylədi. Mən də özümə borc bilirəm, çatdırıram bunu. Bilirəm ki, yenidən gəlməlidirlər konsultasiya yanınıza ki, nəzarət edəsiniz. Uğurlarınız bol olsun hər zaman Turan xanım. Çox sağ olun ki, bax bu məsələlərdə bizim balalarımıza kömək edirsiniz və sağlam qidalanma vərdişlərini necə formalaşdırmaq olar deyə mən istəyirəm o suala da cavab verəsiniz. Çünki siz həm də bir qidalanma üzrə mütəxəssissiniz. Nə söyləyə bilərik valideynlərə? Deməli, əsasən ev şəraitində bütün rasionda, istər soyuducularımızda, qablarımızda sağlam qidaların təşkili üçün tərəvəzlərdən və meyvələrdən təşkil olunmuş bir depomuz olmalıdır. Yəni, illa ki, bizdə heç bir şey yemirik və gedib fast foodlardan istifadə edəcəyik, kənarlardan sifarişlər verəcəyik deyərək də özümüzü gəlin yormayaq və onu da özümüzə yorucu hiss etməyək ki, biz evdə nəsə hazırlayırıq. Təbii şəkildə hazırlanmış, blenderlərdən keçirdilmiş, istər kokteylər, istər tərəvəz yeməkləri uşaqlar sevirlər. Duxovka yeməklərini, yəni soba yeməklərini uşaqlar sevirlər. Və biz sobanın içərisinə istər ət məhsulları, istər tərəvəzləri qarışıq, çox bir şeylər qoya bilərik və bizim çox əllərimizdə seçimlərimiz var ki, bu qidalanmalardan biz istifadə edə bilək. Sadəcə onları sevdirmək üçün onları tələb edərəkdən, aqressiv davranmadan ki, bunu yeməlisən. Yəni, məcburi yedirtmədən söhbət gedə bilməz. Xeyr, heç vaxt gedə bilməz. Onu sevdirərəkdən yedizdirmək və hər hansı bir arzularını və diləklərini yetirməyə tövsiyə edərəkdən uşaqları sevdirmək daha məsləhətə uyğundur. Və xüsusən də elə bununla da bağlı sualı yazan bir valideynimiz var idi. Hansı ki, deyir ki, mən bilmirəm artıq nə edim, məcbur edərəkmi yedirdim? Turan xanım elə mən sualı oxumamış cavabladı, sanki ürəyimizi oxudu. Minnətdaram Turan xanım. Doğrudan da bir çox suallarımızı cavablandırdınız və mənə söyləyirlər ki, telefon xəttində bir tamaşaçımız var. Ona alo söyləmək istəyirəm. Eşidə biləcəmmi tamaşaçımızı? Alo. Bəli, eşidirik sizi. Salam, salamlayıram sizi. Zəhmət olmasa özünüzü təqdim eləyin. Mən Turan xanımın pasiyenti Sevdanın anasıyam, Nəzrin. Aha. Sizin müalicə etdiyiniz balamızın anasıdır. Nə gözəl. Buyurun, hardan zəng vurursunuz? Biz Bakı şəhərindən zəng edirik. Sevdanın valideyni Nəzrin, Turan xanımın pasiyenti. Biz qurd problemi ilə bağlı Turan xanıma müraciət eləmişdik. Qızımda şiddətli qarın ağrılar var idi, ürək bulantılar var idi, qəbizlik var idi. Bu şikayətlərlə Turan xanıma müraciət eləmişdik. Sağ olsun, 2 seanslı müalicə ilə uşağım tamamilə qurddan azad oldu. İndi nə qarın ağrısı var, nə ürək bulantısı var, gecə rahat yatır, qəbizliyi olmur. Çox şükür. Xanım əslində qurd əlamətlərini belə deyim, hamısını sadaladı. Klinik əlamətlərin, bəli, hamısını valideynlər daha yaxşı bilirlər. Təşəkkür edirik zənginizə görə. Balanızı bayram münasibəti ilə təbrik edirik əziz izləyicimiz və bizim Turan xanımın pasiyenti. Allah qorusun bütün balaları. Çox sevinirəm. Həkimlərimizin belə üz ağardan, ürək açan nəticələri bizi sevindirir. Görün də siz necə sevinirsiniz. Əsasən də uşaqlar bizim üçün, xüsusən də mənim üçün uşaqlar çox həssas bir bölgədir. Onlar çox safdırlar, təmizdirlər və gələcəyimizdirlər. Bunun üçün bütün balalara mən can sağlığı arzulayıram hər birinizə. Sizin də balanıza, öz balam da başda olmaqla bütün Azərbaycan, dünya balalarına can sağlığı arzulayıram. Heç bir müharibələr olmasın, ölümlər olmasın, uşaq ölümləri olmasın və xəstəliklər olmasın. Hər birinizə xoş günlər, xoşbəxt illər arzulayıram. Amin inşallah. Və mən düşünürəm uşaqlarımıza verə biləcəyimiz ən dəyərli hədiyyələrdən biri məhz onların sağlamlığına göstərdiyimiz diqqətdir. Bir valideyn olaraq hər birimizin borcudur bu. Həm vətəndaş borcudur, həm insanlıq borcudur və bugün uşaqların bayramıdır. Elə ona görə də verilişimiz boyunca görürsünüz, həm valideynlər eşidirik,
edirik, həm uşaqları görürük. Həkimlərimizə də təşəkkür edirik Turan xanım. Minnətdaram sizə. Bugün çox belə pozitiv notlarda bir çıxışınız oldu. Düşünürəm ki, həmçinin çox faydalı olmağı da bacardınız. Təşəkkürlər. Çox sağ olun, var olun. Bir daha qeyd edim, tibb üzrə fəlsəfə doktoru, parazitoloq, gastroenteroloq, qidalanma üzrə mütəxəssis, laboratoriya mütəxəssisi Turan Axundova ilə əlaqə saxlamaq üçün 050 273 90 16. Biz isə ATV Xəbərin günorta buraxılışını izləyirik. Dərhal sonra Sağlam Gün Ay bayram havasında canlı davam edəcək.